Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün 19-cu sınağın izahını sizlərlə paylaşıram və növbəti videomuzda isə 20-ci sınaqla Dövlət İmtahan Mərkəzinin 2-ci qrupa hazırlaşan abituriyentlər üçün paylaşdığı imtahan modelinə uyğun sualları yekunlaşdırmış oluruq. Gəlin vaxt itirmədən başlayaq sualların izahına. Birinci sualda qeyd olunur ki, cədvəli tamamlayın. Faydalı qazıntılar, yataqlar, inzibati rayonlar və iqtisadi rayonlar. Xromit, Laçın, Şayqı Zəngəzur. Xromit Laçında xromitin yatağının adı nə idi? Biz qeyd edirdik İpək. Düzdürmü? İpək. Kəlbəcərdə, Göydərə, Laçında İpək. Alünit, Zəylik, Daşkəsən. Bu da olacaq Gəncə, Daşkəsən, iqtisadi rayonunda. Mis, Qaradağ. Mis yerləşirdi hansı inzibati rayonda? Qaradağ yatağı. Gədəbəy. Və Diyaqçayda nə yatağı idi? Molibden. Deməli, İpək, Gəncə, Daşkəsən, Gədəbəy və Molibden. Baxın, düzgün cavab olacaq birinci sualda B. İkinci sualda qeyd olunur ki, xəritə sxemi əsasən verilmiş iqlim diaqramlarına uyğun gələn məntəqələri müəyyən edin. Birinci iqlim diaqramına diqqət etsək, bu olacaq ekvatorial iqlim qurşağı. İkinci olacaq şimal yarımkürəsində olan subekvatorial iqlim qurşağı. Üçüncü isə olacaq təbii ki, şimalda yerləşən tropik iqlim qurşağı. İndi baxaq. Ekvatoriala, yəni 1-ə uyğun gələcək. Baxın, 5 və 3. 3 və 5. 2. Subekvatoriala uyğun gələcək. Baxın, 1 Efiopiya yayləsi və 4 Cənub-Şərqi Asiya. 3, 5, 1, 4 və Ərəbistan yarımadası ilə Liviya səhrası, böyük səhra da olacaq tropik. 2, 6. Baxın, 3, 5, 1, 4, 2, 6. Düzgün cavab ikinci sualda A. Üçüncü sualda qeyd olunur uyğunluğu müəyyən edin. Orta Araz vilayəti, Böyük Qafqaz vilayəti və Kiçik Qafqaz vilayəti və zirvələr. Deməli, Hinaldağ, Böyük İşıqlı, Qazangöldağ, Tufandağ, Küküdağ, Çingiz Mustafayev. Baxın, Orta Araz'a aid olacaq Qazangöldağ, Zəngəzurda və Küküdağ, Dərələyəzdə. Daha sonra Çingiz Mustafayev aid olacaq Böyük Qafqaza, həmçinin Tufandağ da aid olacaq Böyük Qafqaza, Kiçik Qafqaza isə aid olacaq Hinaldağ və vulkanik yaylıda olan Böyük İşıqlı. Deməli, 1. Orta Araz'a uyğun gələcək 3-5, 2. Böyük Qafqaza uyğun gələcək 4-6 və Kiçik Qafqaza uyğun gələcək Hinaldağ və Böyük İşıqlı 1-2. Düzgün cavab üçüncü sualda A variantı. Dördüncü sualda isə qeyd olunur. Xam mal mənbələrinə meyl edən sənaye sahələri. Şəkər istehsalı, mebel istehsalı, alüminium istehsalı, dəqiq maşınqayırma, şərabçılıq və mis istehsalı. Baxın, şəkər istehsalı, bəli, xam mal mənbələrinə meyl edir. Mebel istehsalı tələbat rayonlarına, alüminium istehsalı enerji yerlərinə, dəqiq maşınqayırma ixtisaslı kadrlara. Şərabçılıq, bəli, üzümçülüyün olduğu xam mal mənbələrinə, mis istehsalı da həmçinin tərkibindəki misin miqdarının az olması ilə əlaqədar olaraq xam mal mənbələrinə meyillidir. Yəni, daşınması böyük xətt çəkdiyi üçün xam mal mənbələrinə meyil edir. Baxın, 1, 5, 6. Dördüncü sualın düzgün cavabı Y. Beşinci sualda qeyd olunur ki, xüsusiyyətlərinə aid olduğu Türk dövlətini müəyyən edin. Qaragül qoyunçuluğu ixtisaslaşma sahəsidir. Duz hasilatına görə fərqlənir. Əkinçilikdə pambıqçılıq və bostan bitkiləri üstünlük təşkil edir. Baxın, biz burada duz hasilatına görə bunu müəyyən edə bilərik. Biz bilirik ki, Glauber duzlarının Xəzər dənizindən çıxarılmasına görə fərqlənir Türkmənistan. Digər xüsusiyyətləri də Türkmənistana aiddir. Deməli, 5-ci sualın düzgün cavabı olacaq D. 6-cı sualda qeyd olunur ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxın, birinci çay yatağı necə olacaq? Düzənlik ərazidən axan çayın yatağı. İkincisi isə dağlıq ərazidən axan çayın yatağı. İndi qeyd olunur ki, çay yatağı boyu meandr və axmaz göllər yaranır. Təbii ki, bu düzənlikdən axan çaylarda olacaq. Meyillilik və axın sürəti böyük olur. Təbii ki, bu dağ çaylarında olacaq. Yaranmasına iqlim və relyef amilləri təsir edir. Bu, hər ikisində olacaq. Yan eroziya üstün olacaq düzənlik çaylarında. Eksogen mənşəlli relyef formaları hər ikisində yaranacaq. Astana və şəlalələr də əlbəttə dağ çaylarına uyğun gələcək. Deməli, 1 olacaq 1, 4, 2 olacaq 2, 6, 3 olacaq 3, 5.
Düzgün cavab 6-cı sualda C. 7-ci sualda qeyd olunur ki, dünya xəritəsində 30 dərəcə qərb və 50 dərəcə şərq uzunluqları arasında 40 dərəcəlik paralel üzrə məsafə 28 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası hesablayın. Biz bilirik ki, 40 dərəcəlik paralel üzrə 1 dərəcəlik paralel qövsünün uzunluğu nə qədər idi? 85,4 kilometr. Və 30 dərəcə qərb uzunluğu ilə 50 dərəcə şərq uzunluğunun arasındakı dərəcə fərqini taparıq 80 dərəcə. Deməli, biz 80-i 85,4-ə vurmaqla bu iki uzunluq arasında olan həqiqi məsafəni tapa bilərik. Bərabər olacaq bu da 85,4-ü 80-ə vuranda 6832 eləyəcək. Bu bizim həqiqi məsafəmiz. Xəritədəki məsafəmiz nə qədər idi? 28 sm. Miqyası necə tapardıq? Həqiqi məsafə bölünsün xəritədəki məsafə. 6832-ni də 28 sm-ə bölərik. Bu da edəcək 244. Və bizdən miqyası istəyir. Yanına da 5 sıfır əlavə edərik. Santimetr və kilometrləri. Düzgün olacaq 7-ci sualda A variantı. 8-ci sualda qeyd olunur inzibati rayonlar üçün ümumi xüsusiyyətlər. Kürdəmir, Lənkəran, Ağdaş, Ağcabədi, Bərdə, Salyan. 2-6, yəni Lənkəran, Salyan ərazisində milli park yerləşir. Bəli, Lənkəranda Hirçan, Salyanda Qızılağac. Deməli, bu düzdür. Daha doğrusu Salyanda deməli Şirvan. 2-4, Lənkəran və Ağcabədi. Pambıqçılıq üzrə ixtisaslaşmışdır. Xeyr, bu Lənkərana aid olmaz, Ağcabədiyə aid ola bilər. 3-4-5, Ağcabədi, Bərdə, Qarabağ İqtisadi rayonunun tərkibinə daxildir. Bəli. 4-1-3, Kürdəmir, Ağdaş, Kür çayının sol sahilində. Bəli, sol sahilindədir bunlar. 5-1-6, Kürdəmir, Salyan ərazisi Başmuğan kanalı ilə. Xeyr, Başmuğan kanalı ilə suvarılmaz. Başmuğan kanalı ilə əsasən deməli, bilə su var, Salyan ərazilərə aid ola bilər, amma Kürdəmir aid olmaz. Deməli, 1, 3 və 4. Düzgün cavab olacaq 8-ci sualda A. 9-cu sualda qeyd olunur ki, kənd təsərrüfatına aid doğru ifadələri müəyyən edin. Pambıq və kətan lifləri bitkiləri, kətan lifli bitkilər isti iqlim şəraitində bitirilir. Kətan lifli bitkilər əksinə mülayim qurşaqda, bunun üçün isti iqlim şəraitinə ehtiyac yoxdur. Bir yanlış, amma pambığa aiddir. 2. Pambıq, çəltik, tərəvəz kimi yüksək miqdarda istilik tələb edən bitkilər düzənliklərdə əkilir. Bəli, bunu götürə bilərik, bu düzgündür. Arıçılığın inkişafı üçün dağ çəmən landşaftı əlverişlidir. Təbii ki, Qaragül qoyunçuluğu əsasən mülayim iqlim, xeyr, əsasən deməli, Qaragül qoyunçuluğu əsasən tropik, daha doğrusu subtropik qurşaqda geniş yayılır. Ovalıqlarda əkin sahələri geniş yer tutur. Əlbəttə, əkin sahələri ovalıqlarda geniş yer tutacaq, dağlarda deyil. Suvarma relyefdən asılı olaraq istənilən yerdə. Xeyr, bu məsəl üçün dağda suvarma biz tətbiq etsək, o əlverişli olmaz. Orada dəmiyə əkinçiliyi üstünlüyü təşkil edir. Deməli, baxın 2, 3, 5. Düzgün cavab olacaq 9-cu sualda B. 10-cu sualda qeyd olunur. Xəritə sxemdə verilmiş məntəqələrdə formalaşan təbii zonaları əsas iqlim qurşağında və keçid iqlim qurşağında yerləşməsinə əsasən qruplaşdırın. Baxın, 1 olacaq subekvatorial bu keçid, 2 olacaq tropik əsas, 3 olacaq subekvatorial keçid, 4 olacaq subekvatorial keçid, 5 olacaq ekvatorial əsas, 6 olacaq mülayim əsas. Deməli, baxın, 2, 5, 6 olacaq əsas iqlim qurşaqları, 1, 3, 4 olacaq keçid iqlim qurşaqları. Yəni, 10-cu sualda düzgün cavab A variantı. 11-ci sualda qeyd olunur ki, sxemi tamamlayın. Ərazisində Araq dənizi iqlim tipi hakimdir. Turizm, yeyinti və yüngül sənaye sahələri üzrə ixtisaslaşmışdır. Bu fərqli. Oxşar isə geosinklinal qurşaqda yerləşir. Ərazisində denudasyon düzənlik var. Baxın, həm Araq dənizi, həm turizm sahələrinin yüksək inkişaf etdiyi, həm geosinklinalda yerləşən ərazi olacaq. Denudasyon düzənlik, yaylaların üstünlüyü təşkil etdiyi ölkə olacaq Türkiyə. Baxın, bir uyğun gələr Türkiyəyə. 2-də isə yenə geosinklinal qurşaq oxşar, denudasyon düzənliklər və fərqli olaraq yanacaq sənayesinin inkişafı üçün xammal ehtiyatına malikdir. Sahillərini iki okeanın suları yuyur. Baxın, bu da Meksikaya uyğun gələcək. Meksika həm Atlantik, həm Sakit okeanların sahilindədir.
yanacaq sənayesi inkişaf edib Meksika körfəzindən neft hasil edir. Denizasyon düzənliklər yaylalar Meksika yaylası və geosinkron qurşaq Antkordilyer qurşağında yerləşir. Deməli, 1 olacaq 2, 2 olacaq 3. 11-də düzgün cavab B. 12-də qeyd olunur kəsmə yüksəkliyin 25 metr olduğunu bilərək doğru fikirləri müəyyən edin. Biz bilirik ki, bax, əgər mütləq yüksəklik 317-dirsə və bu çökəklikdirsə, 317-dən böyük 25-ə tam bölünən ədəd olacaq daxili horizontal. Yəni, bu da edər 325. Daha sonra gəlirik, baxın, 350, B olacaq 375, A olacaq 400, daha doğrusu, baxın, A ilə B-nin arasındakı horizontal olacaq 400, A olacaq 425 və xarici horizontal olacaq 450. Deməli, A və B nöqtələri arasında nisbi hündürlük fərqi 50 metrdir. Bəli, B oldu 375, A oldu 425. Deməli, 50 metrdir. Bir düzgün. Xarici horizontalın mütləq hündürlüyü 450 metrdir. Bəli, baxın, bu da düzgün. Qabarıq relyef forması təsvirdir. Əksinə çökəklikdir. Şərq yamacı çox meylliliyə malikdir. Əksinə, qərb yamacı çox meylliliyə malikdir. Ən aşağıda yerləşən nöqtə ilə xarici horizontal arasında nisbi hündürlük fərqi 133 metrdir. 317 ilə 450 arasında. 450-dən 317-ni çıxsaq, doğrudan da 133 eləyəcək. Deməli, bu da düzgündür. Daxili horizontalın mütləq hündürlüyü 350 metrdir. 350 yox, 325 metr olar. Bu da yanlışdır. Deməli, 12-ci sualda düzgün cavab alacaq 1, 2, 5, yəni D. Keçək 13-cü suala. 13-cü sualda qeyd olunur ki, xəritə sxemdə ştrixlənmiş ərazinin suvarılmasında əsas rol oynayan suvarma kanalının mənbəyini müəyyən edin. Baxın, bu ərazilərin, yəni Muğan düzünün suvarılmasında əsas rol oynayır Baş Muğan kanalı və Baş Muğan kanalının mənbəyi də olacaq Bəhrəmtəpə hidroqovşağı. Baş mildə Milmuğan idi, Baş Muğanda Bəhrəmtəpə hidroqovşağı. Düzgün cavab 13-cü sualda B. 14-də qeyd olunur Antarktida materikinə aid yanlış bəndi müəyyən edin. Daxili hissələrində iqlim daha sərtdir, bəli, bu düzgündür. Buz örtüyünün qalınlığı mərkəzdə maksimuma çatır, bəli, bu da düzgündür. Eyni adlı litosfer tavasında yerləşir, bəli, bu da düzgündür. Üzvü mənşəlli faydalı qazıntılar aşkar edilmişdir, bəli, bu da düzgündür. Sahil sularında planktonlara rast gəlinmir, niyə rast gəlinmir, bəli, bu rast gəlinir, deməli, bu yanlışdır. Planktonlar dənizin üzərində uzan hərəkətsiz canlılar idi. Deməli, 14-cü sualda yanlış bənd Y, yəni doğru variant olacaq Y. Antarktidaya aid olmayan xüsusiyyət. 15-də qeyd olunur, okean səviyyəsində havanın temperaturu 8 dərəcə olarsa, A və B məntəqələri arasında hündürlük fərqini müəyyən edin. Deməli, baxın, 8 dərəcə olarsa okean səviyyəsində, B-də 2 dərəcədir. Deməli, bunların arasında 1000 metr fərq var. Okean səviyyəsi ilə A məntəqəsinin arasında 2500 fərq varsa, 2500-dən B ilə okean səviyyəsi arasında olan 1000 metr çıxmaqla biz taparıq ki, bu 1500 metr. Yəni C variantı. Aydın oldu mu? Baxın, bir daha izah edirəm. A məntəqəsi ilə okean səviyyəsi arasında 2500 metr fərq var. Okean səviyyəsi 8 dərəcədir temperatur. B-də 2 dərəcə. Bunların fərqi nə qədərdir? 6 dərəcə. 6 dərəcə neçə metrdir? 1000 metr. Deməli, baxın, okean səviyyəsindən B məntəqəsinə qədər 1000 metrdir. Okean səviyyəsindən A nöqtəsinə qədər 2500 metr olsa, B məntəqəsindən A məntəqəsinə məsafə nə qədər olar? Təbii ki, 2500-dən 1000 metr çıxarıq, bu da edər 1500 metr. Düzgün cavab 15-ci sualda C. 16-cı sualda qeyd olunur, doğru bəndləri müəyyən edin. Boz çəmən, torpaq tipi, landşaft yarımsərə, ərazi Şirvan düzü, bəli, bu düzgün olar. Dağ çəmən, Alp subal çəmənləri yan silsilə. Bu da düzgündür. Qonur dağ meşə, Qarabağ vulkanik yaylası. Bunu saxlayaq hələlik. 4. Çəmən meşə, düzən meşə, Qanıxəri çay, bəli, baxın, bu da düz olacaq. Sarı torpaq, düzən meşə, Samır dərəsi, bu yanlışdır. Deməli, baxın, 3 də yanlış olacaq. 1, 2, 5 doğru bəndlərdir, yəni düzgün cavab 16-cı sualda deməli. Daha doğrusu, üzrlü sayın 1, 2, 4 olmalıydı, düzdürmü? 1, 2, 4, bəli. Yəni, B variantı olacaq 16-cı sualda düzgün cavab. 17-də qeyd olunur mineral ehtiyatlardan səmərəli istifadə yolları. Tərkibində filiz olan tullantılardan təkrar istifadə, bəli.
Yeni kəşf olunmuş yataqların istismara cəlb olunması bu səmərəli istifadə yolları deyil. Xam maldan kompleks istifadə təbii ki. Baxın elə 1-3. Yəni 17-ci sualda olacaq B. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrdə xam mal ixal etməsi aidiyyatı yoxdur. Hasilatın tələbat səviyyəsindən aşağı salınması, xeyr, bu da olmaz. 1-3. 18-də qeyd olunur, yanlış bəndi müəyyən edin. Birinci ərazi quru çöl və nitrozonal landşaftlar yayılmışdır. Bu fiziki coğrafi rayonlardır. Bir də olacaq, deməli, kür ərazi. Bu düzgündür. Götürməli bizdən yanlışı istəyir. 5. Zaratal alahıd. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipi hakimdir. Bu da düzdür. 4. Gəncə, yayı quraq keçən mülayim isti iqlim tipi formalaşır. Baxın, bu ərazidə əsasən qışı quraq keçən mülayim isti iqlim formalaşır. Deməli, C yanlışdır 18. 2. Qar və buzlaqlarla qidalanan çaylar mövcuddur. Bəli, qonaq kənddə. 3. Subnival və nival landşaft yayılmışdır. Günlük qaçıq. Bəli, bu da düzgündür. Deməli, C variantı olacaq 18-də. 18-ci sualın düzgün cavabı olacaq C variantı. 19-cu sualda qeyd olunur ki, litosfer havalarının hərəkət istiqaməti doğru göstərilmişdir. Deməli, bir sakit okean düzgün olar. Baxın, düzgündür bu. 2 hanı? Aha, baxın, 2 Şimali Amerika. Bu yanlış olacaq. Çünki bu əksinə hərəkət edir. Bu yanlışdır. 3 Cənubi Amerika litosfer havası. Bu da yanlışdır. 4 Afrika. Bu düzgündür. 5 Hindistan. Bu da düzgündür. 6 Naskat havası. Xeyr, bu da əksinə hərəkət etməlidir. Deməli, baxın, yəni bu da yanlışdır. 6 da yanlışdır. 1, 4, 5 olacaq. C variantı 19-cu sualda düzgün cavab. Litosfer havaların hərəkət istiqamətləri. Bu 8-ci sinif kitabında, 8-ci sinif dərsliyində istiqamətlər verilib, oradan öyrənə bilərsiniz. 20-ci sualda qeyd olunur ki, A məntəqəsində günəş şüalarının düşmə bucağı 45 dərəcə olarsa, qütb gecələrinin müşahidə olunduğu məntəqələri müəyyən edin. Aha. Deməli, biz ilk öncə A məntəqəsi, yəni 21,5 dərəcə cənub enliyinə, günəş şüalarının düşmə bucağının 45 dərəcə olarsa, günəşin hansı deməli enlikdə zenitdə olduğunu tapaq. Bunun üçün nə edərik? Bu yəni şimal yarımkürəsi olacaq. Çünki baxın 21,5 cənub enliyidir. 45 dərəcə düşürsə, bundan cənubda ola bilməz. Deməli, şimal yarımkürəsindədir. Fərqli yarımkürələr olduğu üçün toplayaq 45 ilə 21,5-i. Bu edir 66,5. 90-dan da çıxanda edir 23,5. Deməli, yay gün dönümü günüdür. Günəş şimal tropikinin üzərində zenitdədir. Bu zaman qütb gecələri hansı ərazilərdə olacaq? Cənub qütb dairəsi və ondan cənub qütbünə kimi olan ərazilərdə. Yəni, baxın, Y və K-da. Qütb gündüzləri harada olacaq? Baxın, F və C-də, şimal qütb dairəsində. Deməli, Y və K. Düzgün cavab 20-ci sualda A. 21-ci sualda qeyd olunur, qoşulmama hərəkatına üzv olan ölkələri müəyyən edin. 1. Türkiyə NATO-nun üzvü də olmaz. 2. Səudiyyə Ərəbistan olacaq, 3. Monqolistan olacaq, 4. Misir olacaq. 5 İspaniya olmaz, 6 Kanada olmaz. Qoşulmama hərəkatı nədir? Heç bir hərbi təşkilata qoşulmama öhdəliyi götürür bu ölkələr üzərinə. Baxın, 1, 5, 6 bunlar NATO-nun üzvü olduqları üçün qoşulmama hərəkatına üzv deyirlər. 2, 3, 4 olacaq. A variantı 21-ci sualın düzgün cavabı. 22-ci sualda qeyd olunur ki, hidroqraf əsasən doğru fikirləri müəyyən edin. Baxın, biz müəyyən edə bilərik ki, bu çay əsasən qar və yağış suları ilə qidalanır. Yaz aylarında bol suludur. Musson iqlim zonasında yerləşir, yanlışdır. Maksimum səviyyəsi yaz fəslindədir, bəli. Qışda suvarmada istifadə olunur. Qışda suvarmada istifadə edilir. Bu da yanlış olacaq. Çünki qışda səviyyəsi aşağı olur. Əsasən qar və yağış suları ilə qidalanır, bəli. Mülayim iqlim qurşağında yerləşir, tamamilə düzgün. Baxın, 2, 4, 5. Düzgün cavab 22-ci sualda C. Qar və buzlaq suları ilə, xeyr, baxın, bu çay əsasən qar və yağış suları ilə qidalanacaq. 23-də qeyd olunur ki, açıq tipli suallara keçdik artıq. 210 kiloqram duz almaq üçün Qırmızı dənizdən neçə ton su götürmək lazımdır? Biz bilirik, Qırmızı dənizdə 42 promil, deməli, duzluluq 42 promildir. Və buradan 210 kiloqram duz almaq üçün nə edərik? 210 kiloqramı bölərik 42 kiloqramı.
Bu da edəcək nə qədər? 5 ton. Deməli, biz Qırmızı dənizin 5 ton suyundan deməli 210 kiloqram düzəldə edə bilərik. 5 ton 23-cü sualın düzgün cavabı. 24-də qeyd olunur, daşqın və su basmaları yaradan səbəblər. Yeraltı suların səviyyəsinin qalxması aid olmaz. Uzun müddətli yağışların yağması, bəli. Texnogen amillər əlbəttə. Qar örtüyünün sürətlənməsi, bəli. Çayın dibində tektonik qalxmaların baş verməsi, xeyr. Baxın, daşqın və su basmalar uzun müddətli yağışların yağması aydın məsələdir. Texnogen amillər əsasən insanların fəaliyyəti nəticəsində yaranan amillərdir. Məsəl üçün, burada deməli kanalizasiyaların fəaliyyətsizliyi və digər problemlər, texnogen amillər, tikintilər, daşqın və su basmalara səbəb ola bilər. Qar örtüyünün sürətlənməsi, bu da qlobal istiləşmələrlə bağlı olan məsələdir. Məsəl üçün, yazda havanın temperaturu normadan artıq yüksək olarsa, qar örtüyü sürətlənər və daşqın su basmalar baş verə bilər. Deməli, 23-cü sualın düzgün cavabı olacaq 2, 3 və 4. 25-ci suala keçirik. Qeyd olunur ki, doğru olmayan ifadələri müəyyən edin. Kür əraz ovalığı və əraz boyu düzənliklər daha az rütubətliyə malik ərazilərdir. Təbii ki, bu düzgündür, götürməliyik. Çünki bizdən yanlış ifadələri istəyir. Yağıntıların çox düşdüyü Lənkəran ovalığı və Qanıxayır çayda buxarlanma azdır. Əksinə, yağıntı çoxdursa, buxarlanma da çoxdur. 2 yanlış. Böyük Qafqazın cənub yamaclarında buxarlanma daha çoxdur. Bəli, yağıntı çox olduğu üçün buxarlanma da çox olacaq. Talış dağları və Kiçik Qafqaz rütubətlənmə əmsalının vahiddən kiçik olduğu, xeyr. Bura böyük olduğu ərazilərdir. Çünki yağıntı buxarlanmadan daha çoxdur. Talış dağlarında yuxarı qalxdıqca atmosfer yağıntıları artır. Əksinə, burada inversiya baş verirdi. Yəni, yuxarı qalxdıqca atmosfer yağıntıları azalırdı. Respublikamıza daha çox yağıntı gətirən Arktik dəniz və mülayim dəniz hava kütlələridir. Bu da düzgündür. Deməli, baxın, 25-ci sualda olacaq. Doğru olmayanlar 2, 4, 5. 1, 3, 6 isə doğru olan ifadələr. 26-cı sualda qeyd olunur, dəmir yollarının uzunluğuna görə fərqlənən ölkələr. Əlcəzair səhralıqda olmaz, ABŞ, Monqolistanda olmaz, Braziliyada bataqlıqlar, Amazon meşələri çox olduğu üçün sıx olmayacaq. Çin təbii ki və Rusiya. Baxın, 2, 5, 6. Dəmir yollarının uzunluğuna görə ən uzun dəmir yolları ABŞ-da, ən sıx dəmir yolları isə Almaniyadadır. Bunu da qeyd edin. Deməli, 26-cı sualın düzgün cavabı 2, 5, 6. 27-ci sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Milmuğan Şirvansalyan mərkəzi aran. Ərazisində şəkər zavodu fəaliyyət göstərir. İmişlidə bu olacaq Milmuğana aid. Şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizləri üzərində yerləşəcək Şirvansalyan. Araz çayı iqtisadi rayonun mərkəzindən keçir. Bu da Milmuğandadır. Milmuğanın mərkəzindən keçir Araz çayı. Enerji istehsalında həm İES, həm də SES-lər bu mərkəzi aranda olacaq. Və Xəzər dənizinə birbaşa çıxışı olacaq Şirvansalyanın. 1AC, 2BY, 3D. 27-ci sualın düzgün cavabı. İndi isə keçək situasiya tipli tapşırıqların izahına. Deməli, qeyd olunur ki, ölkədə işsizliyin müxtəlif, bir dəqiqə situasiya tapşırıqlarına baxaq. Ölkədə işsizlik müxtəlif hallarda yaranır. Bəli, bu təbii məsələdir. Və qeyd olunur ki, indi burada qeyd olunan tapşırıqlara nəzər salaq və deməli, düzgün cavabları tapaq. Bir də qeyd olunur ki, İş şəraiti işçini qane etmədiyi üçün o iş yerini tərk edir, yaxud yeni deməli, məzun olmuş şəxslər ixtisasına uyğun iş yeri axtarır. Baxın, bu olacaq friksiyon işsizlik. Düzdürmü? 2-də qeyd olunur ki, insanların malik olduğu peşə bacarıqları əmək bazarının tələblərinə cavab vermədikdə, onlar öz iş yerlərini itirməli olurlar. Bu, adətən texnoloji inkişaf nəticəsində insan əməyinə ehtiyacın azalması səbəbindən baş verir. Bu da olacaq struktur işsizlik. 3-də isə qeyd olunur, iqtisadi böhran zamanı müəssisələrin fəaliyyətini dayandırılması nəticəsində işçilər öz iş yerlərini itirir. Bu da olacaq dövrü işsizlik.
Bu hallar ölkənin iqtisadi inkişaf səviyyəsində birbaşa asılıdır. Ölkədə yalnız bir və ikinci hala uyğun işsizlik olduqda buna təbii işsizlik deyilir, yəni friksiyon və struktur işsizlik və tam məşğulluq kimi qəbul edilir. Adətən sabit iqtisadiyyata malik ölkələrdə işsizlik səviyyəsi 7-8%-dən artıq olmur. Yəni 7-8%-ə qədər olduğu zaman bu dövri struktur və friksiyon işsizlikdir. Artıq 7-8%-dən artıq olsa bu dövri işsizlik hesab olunur. İndi baxaq tapşırıqlara. 28-də qeyd olunur. Mətndə verilmiş hallara əsasən işsizliyin növlərini yazın. Aha, baxın, bayaq da qeyd etdik. 1 olacaq friksiyon işsizlik, 2 olacaq struktur işsizlik, baş hərflərini qeyd edirəm. 3 isə olacaq dövrü işsizlik. 29-da qeyd olunur, ölkədə 4 milyon nəfər əmək ehtiyatı və 200 min nəfər işsiz olarsa işsizlik səviyyəsini hesablayın. İşsizlik səviyyəsinin mətndə göstərilmiş hansı hallara uyğun gəldiyini müəyyən edin. Aha. Baxın, ölkədə ümumi əhali 4 milyon, daha doğrusu əmək ehtiyatlı əhali 4 milyon, işsizlər 200 min nəfərdir. Deməli, baxın, burada tənasib qurmalıyıq. Necə? 4 milyon nəfər olacaq 100%, düzdürmü? 200 min nəfər isə olacaq x. 200 min nəfəri 100-ə vurub 4-ə böldüyümüz zaman x bərabər olacaq 5%. Aha, bir hissəsini tapdıq 5%. Və bizə deyir ki, işsizlik səviyyəsinin mətndə göstərilmiş hansı hallara uyğun gəldiyini müəyyən edin. Baxın, qeyd olunmuşdur ki, 7-8%-ə qədər işsizlik, deməli, sabit iqtisadiyyata malik olan ölkələr üçün səciyyəvidir. Yəni, bu işsizlik təbii işsizlikdir. Təbii işsizlik işsizliyin hansı növlərinə aid idi? Struktur və friksiyon işsizlik. Struktur və friksiyon işsizlik. Deməli, 29-cu sualda oldu işsizliyin səviyyəsi 5% və işsizlik səviyyəsinin mətndə göstərilmiş hansı hallara uyğun gəldiyini, biz də bunu qeyd etdik, bu struktur və friksiyon işsizlikdir. İndi keçək 30-cu suala, 29-cu sualı da başa vurduq. 30-cu sualda qeyd olunur ki, cədvəldə verilmiş nümunələrin mətndə verilmiş hallara əsasən qruplaşdırın. İş axtaran cari ilin məzunu. Aha, yəni məzun. Baxın, bu olacaq friksiyon işsizlik. 1 friksiyon işsizlik idi, 2 struktur, 3 dövrü. Bu olacaq friksiyon işsizlik. Restoranın bağlanması nəticəsində işsiz qalan menecer. Bu olacaq dövrü işsizlik. Əmək haqqı az olduğu üçün şirkətdən çıxan işçi. Bu da olacaq friksiyon işsizlik. Zavodda robotların tətbiqi nəticəsində işini itirən operator. Bu olacaq struktur işsizlik. Əhalinin alıcılıq qabiliyyətinin azalması və ticarətin zəifləməsi nəticəsində iş yerini itirən satıcı. Bu da olacaq böhran. Deməli, böhranın səciyyəvi olduğu ölkələrdə, yəni dövrü işsizlik. Aha. 30-cu situasiya tipli tapşırığında düzgün cavab variantlarını, düzgün cavablarını qeyd etdik. Deməli, dəyərli izləyicilər, abituriyentlər, 19-cu sınavın da sonuna gəldik. Növbəti videomuzda 20-ci sonuncu sınavın izahını sizlərlə paylaşacağım. Diqqətiniz üçün təşəkkür edirəm.